boşandıqdan sonra çıxıb efirdə bura qədər sinəsini açıb rahat formada mənə söz deyə bilirsə, mən də ona tam bu gözəl, qəşəng geyimimdə və möhtəşəm səsimlə tam ürək açıqlığıyla deyə bilərəm ki, heç kim heç nəyə məcbur deyil, birincisi. İkincisi də ki, yəni istəyirsiniz gedin, yəni hansısa bir ölkənin prezidentinin qızını alın, oğlunu alın, heç mənim ilgi alanım deyil. Oğluna müğənni, ifaçı, vokalist almayan bir xanım efirdən gəlir mənə və mənim kolleqalarıma söz atır. Mən üstümə götürürəm, yəni öz üstümə götürürəm tam şəxsən. Mənə söz atır və gözləyir ki, mən buna oturum deyim ki, bu da danışır da, məsəl üçün boş-boşuna keçim. Yox, olmur elə, mümkün deyil. Ola bilməz. Nəyə görə? Bugün mən udacağım, sabah başqası çıxıb başqa söz deyəcək, o udacaq, o deyəcək, bu, hamısı susacaq. Niyə? Başım nəyə görə? Okey, sən durmamışıq sıraya ki, xahiş edirəm. Alda oğluna, mən o qədər yoxluqdayam ki, xahiş edirəm, məni al oğlu, demirəm ki sənə. Sadəcə mənim çatmayan oldu ki, nə olub ki, yəni o qədər beyinləri qalıb, özlərinin, xeyr, nə keçmiş, beyinləri qalıb, bax belə tamaşadan deyirəm, beyinləri qalıb özlərinin ətraf mühitində. Öz ətraf mühitləri necədirsə, ailələrini də ondan qoruyurlar. Mənim əlim qaynar suya deyir, görürəm ki, yandırır, mən deyirəm ki, olmaz. Çünki onun bir dəfə mən dadına baxmışam. Ətrafımdakilərə, ən yaxınlarıma deyirəm ki, olmaz. O da oğlunu elə qorumağa çalışır. Amma yəni o insan geriyə çıxanda efirə ağzından çıxan kəlmələrin ağası olsun, köləsi yox. Onsuz da olmayacaqlar köləsi. Amma heç olmasa üçüncü şəxs kimi qıraqdan baxanda özünün keçdiyi yollardan da bir neçə dənə mən görmüşdüm. Bəziləri haqq verib nə deyirlər? Əslində düz deyirlər də. Nə var ki, xanım düz deyir də. Nə var ki burada? O da çalır. O bir dəfə o şeyi təcrübə eləyib də istəyir ki, öz oğlu o şeyi yaşamasın. Məsəl üçün onun oğlu gedib hansısa bir həkimlə, müəllimə ilə, hansısa bir dizaynerlə, istənilən peşə ilə məşğul olan bir xanımla ailə həyatı qursa, ki biz bilirik sabah nə baş verəcək. Bəlkə müğənni ilə quracağı həyatdan daha bədbəxt bir ailəyə sahib olacaq. İraq olsun Allah, hamıya xoşbəxt bir ailə nəsib eləsin təki. Yəni çox üzr istəyirəm ifadəmə görə. Elə bəzi son məqamlarda din söhbətləri açırlar, düzdürmü? Başı bağlı olan, Allaha ibadətini əsirgəməyən, ətrafımızda, içimizdə o qədər insanlar var ki, yəni pisliyin dalınca, qısqanclıq, paxıllıq, nankorluq, haqq yemək bir-birinin dalınca. Halbuki onun başım bağlıdır, Allaha ibadət eləyirəm. Mənim digər tərəfdə yerim, mən gedirəm qarantiləməyə də, mən Allaha əsas ibadətimdir.